bir PO olmaq istəyən, product owner olmaq istəyən adam nədən və hardan başlamalıdır? Yaxşı sualdır. Bilirsiniz, ümumiyyətlə istənilən bir sahəyə addımlayanda birinci bir başa düşmək lazımdır insanın özü kimdir. Burada vacib məqam budur ki, insan özünün kim olduğunu birinci növbədə başa düşmək önəmlidir. Çünki bilirsiniz, bizdə uşaqlar gəlirlər, mən görürəm o uşaqları, gənclərdir, internlərdir, gəlirlər. Hər ay bir dənə məsəl üçün şöbədə olurlar, departamentdə olurlar. Baxırsan ki, gələndə bir başqa şey düşünürlər, bu günləri tam başqa bir şey düşünürlər. Ona görə ki, onlar axı hələ agah deyil onlara ki, hansı sahə nədir. Düz. Birinci növbədə budur məsələ və onlar özünü də bir də orada tapa bilirlər. Yəni mən kiməm və qarşımdakı nədir? Mən ona görə özümə gələn məsələn internlərdən ilk günlərdə ən az 1-2 saatlıq da olsa bir session edirəm, sırf danışırıq. Deyirəm, axışa burax, danış, hər şeyi danış. Özünlə bağlı kimsənsən? Gəlin otur bir söhbət eləyə danışaq. Birinci bunu aydınlaşdıraq.